Bir daha salam. Aleykümselam. Emin Bey, Bəli. Azərbaycan filmlərinə baxırsınız da yəqin ki. Köhnələr yoxsa təzə filmləri? Səncə köhnələr yaxşıdır yoxsa təzələr? Mənim üçümüzdə köhnələr yaxşıdır. Köhnə aktyorlar daha səlis, daha gözəl oynayır. Mənim o şey. Bəli, mən də köhnə filmləri daha çox sevirəm. Onlara baxdıqca doymuruq da, belə deyək. Belə bizim Kəbiş müəllim var, ondan sonra Qayna filmi var, Qıyala var. O filmlər indiki filmlərdən daha toxunsun. İndiki filmlər mənim fikrimdə çoxsu bardaq filmlər, komediya janrında çəkirlər. Dram Siz, yoxdur. mən filmə baxanda duz istiot axtarıram da, belə deyək. Duz istiotu olmalıdır əslində, ləzzət eləməlidir baxanda. İndikilər şitdir. Sizə lazım. Birinci rejissorun o təfəkkürü olmadı. Rejissor düzgün film çəkməli və ssenaristə asıl. Ssenari düzgün yazılandan sonra film qəşəng olur. Ancaq ssenari düzgün yazılsa, belə deyək, filmin belə deyək, gözəl olması, birinci ssenaristəndir. İkinci rejissorun özündür. Rejissor gözəl, mükəmməl olandan sonra o daha gözəl çıxacaq. Həm rejissor elə rejissor olmaq üçün pis filmi yaxşı edə bilər. Rejissor elə rejissor olmaq üçün yaxşı filmi pis eləyə bilər. Həm bu janrına baxmam, həm də aktyor bacarıqlardan lazımdır. Düzgün aktyor seçimindən, düzgün rol oynamaqdan və düzgün rolun mənimsəməkdən lazımdır. Düzgün rol oynamaq üçün birinci sənin təhsil olmalıdır. Təhsil önəmlidir. İncə sənəti tutarmalısan, teatr oynamalısan. O yox, bizim filmlərdə baxıram, seriallara və filmlərə. Seriallarda bizim serialımız çoxdur və Azərbaycan serialına 90% baxmırıq. Niyə? Mənim üçün onlar şitdir, nə bilim, belə deyil, nə düzü istiyordu, yoxdur, nə heç nə. Baxsan elə bir adi, belə deyil, robot kimi hərəkət edir, düzgün oynamırlar, işıq vuruşu düzgündür, montaj düzgündür. Çoxsuna baxıram, belə deyil, Azərbaycandan incəsənət getkidir, budur, həqiqən budur. Belə deyək, özüm belə deyim, çox filmlərə baxmışam, davamı gətirmək. Başqa sualınız varsa, Əsmər xanım, benim mənim cavablandırım. Bildiyimizə görə siz də çəkilirsiniz, filmlərdə, seriallarda. Çəkirəm. Mən aktyor kimi deyil, üstəlik səhnə üçün çəkirəm. Mən aktyor deyirəm. Özümü aktyor da deyə bilmərəm. Onu deyə bilmərəm ki, Yaşar Nuri kimi, Siyavuş Aslan kimi aktyor olaraq mən özümü aktyor demək gülünç olur. Yaxşı, belə deyək də, hansı məşhur aktyorlarla çəkilmişsiniz? Çox aktyorlarla çəkilmişəm, belə deyək, Zəhər Çolunqa olan aktyorlarla, belə deyim də, Azər Aydamovla çəkilmişəm, belə də, təzələrlə çəkilmişəm, köhnələrdən. Bu yaxınlarda sizi bir aktyorla gördüm, yaşlı adamdır. Qurban bəylə. En çok sevdiğimiz ata ocağında, bəli. Qurbanlar, o bizim bir serialda çəkilmişdir. Bir serialın deməyəm, reklam var. Bir serialda mən və bir dənə tanıdığım aktrisa yox, üstəlik səhnədən işlər çəkən Asi xanımla bir yerdə çəkilmişdik, Əl-Arbat olanda. Biz bazarlıq edirik, gəlib orada atışma olur, qaçırıb bu səhnə. O da bəyənmədim o səhnələri də. Sadəcə belə deyim, mən özümü aktyor demək üçün çıxmır. Mən düşünəli səhnələrə gedirəm, düzdür. Hümaydə filmində çəkilmişəm, Hazinatın Tağın adına, Rus filmində çəkilmişəm. Qarabağ 44-cünün filmində, Qardaş filmində çəkilmişəm. Çox filmlərdə Bunlar çəkilmişəm. televiziyada yayımlanır da yəni. Həm televiziyada yayınlanır, həm də YouTube'da yayınlanır. Bir də şeydə, kinoteatrlarda davam edir. Bir də Azərbaycanın görkəmli və ilk qadın, gəmiçi qadınımız Aydın xanımın filmi idi, Gəmiçi səhnəsi. Orada da çəkilmişəm. Orada da çəkmişəm. O film idi. Azərbaycan ilk eseri Gəmiçi xanım idi. Onun filmlərə çəkilmişəm. Sonra seriallarda da çəkilmişəm. Epizodik rollarda sadəcə eminki mən çəkildiyim filmdə baxıram ki, üstəli səhnəyə də 15 min verirlər. Baş rolda oynadaq 20 var. Əslində düzgün deyil. Qurban bəy kimi insan səhərdən axşama can çəkilsin, 15-20 manat. Yox, Qurban bəy 15-20 manat deyil. Qurban mənim verirlər 200-300 manat. Bu kütləvi səhnəyə gedənlərə. Aktyorlar da azdır. Türkiyədə belədir. Türkiyə aktyorları, çox aktyorları, məsələn, bizdən qalanları yüksəkdir. Onlar alır 500-1000 manat, bizdə alırlar 200-500 manat.
baş rolda, əsas rollarda, qəhrəman rollarda. Bizdə incəsənət çox zəifdir. Bilmirəm bu niyə belə olub. Əslində bunun günahkar bizik. Müştəri gedən insanlar davamlı yox desə, getməsə 15 manat, 20 manat, 25 manat qiymət də qalır. Qiymət endirsə, filmlərimizi, belə deyək, serialımızı get-gedə aşağı düşə səviyyəsi. Və mən açayım hansı kastriklərə səhnə göstərirəm. Çağırırlar, istədi səhnələr 15 manat, 20 manat. Ən çoxu başda olur, oynasa 25-30 manat. Əslində o elədir, əslində o 50-100 manat. Qiymətdən mən bilməyim, eşitdiyimə görə. Dəqiq deyə bilmirəm, eşitdiyimə görə 50-40 manat, 100 manat baxırlar rola. Baş rolda gedir, tanıdığım masovkalar, istədi səhnə gedənlər 20 manata gedirlər, 30 manat, ən yuxarı 30. Belə blogerlərdə işləyəndə yaxşı verirlər, onlar da 50 manat blogerlər pul verir. Sırf bloger işləyəndə hər yaxşı, amma belə istədi səhnə gedəndə belə deyək, qiymətdən ölür. Bilmirəm, onun mədəni binada hara baxır, hara gedir, axırılır. Azərbaycan televizyon çox təəssüf olsun ki, geriyə gedir. Başqa sorunuz olsa, qabaqlandırırlar. Emin Bey, arzunuz yəni var da, yəni ki, böyük səhnələrə çəkilməyə, daha böyük rollara. Əlbəttə, mən özüm şəxsən öz 2 dənə filmim var, senarisi hazır. Sadəcə mən neçə yerə müraciət elədim, baxan olmadı. Bir dənə şəhidimizin var, öz yerimi, Xudayarın filminin yazdı. Sadəcə onun büdcə məsələsinə görə çəkə bildim. Mədəni Nazirə müraciət elədi, yox, cavab gəlmədi. Adi bir dənə muzey çəkişinə getmişdim, çəkdik. Hazinədə ev muzeyini çəkdik. Getdik Səmədovun ev muzeyinə, getdik icazə istədik. Mənə cavab gəlmədi. Gəldi bir dəfə dedilər ki, hə, baxarıq. O baxan, 6 ay o hər bir cavab yazdı. Azərbaycan görkəminin yazısı və dramaturqdur. Şairimiz Səmədovun. Onun ev muzeyini çəkişdən bir də icazə ala bilmədik. Hara gedirik, yox gəlir. İnşallah ki, sizin bu çəkilişləri görərlər, səsinizi eşidərlər, ən cavab da gələr. İnşallah. Mənim 2 dənə fikrim arzum var. Birinci, şəhidlər haqqında film çəkək, mübarizə, qanun, filmimiz çəkək, ondan sonra Xudayarımızdan çəkək, Zabidimizdən çəkək, Fadişdən çəkək, o qədər milli qəhrəmanımızın var. Və Xaos bölgəsinin, Cənub bölgəsinin, Cəngəl, Pəncəli Teymur haqqında film çəkmək. O Azərbaycan milli qəhrəman, təzəsən milli qəhrəman yazır, ailəsindən qızın tərik edən, gözəl milli qəhrəman kəşfiyyatçımız, Allah onun ruhun qəni-qəni nəsə şad olsun. Biz onlar üçün yaşayırıq. Onlar olmasa, bəlkə də torpaqlarımız azad olmazdı. Onlara biz borcluyuq şəhidlərə və şəhidlər çalışaq ki, şəhidlər olmaz. Mənə İlyan var ki, bir fikrim. Bu video YouTube kanalı əslində şəhidlər üçün açmışlar. Şəhidlərin paylaşılan, girib dəstək ola bilir. Sırf şəhidlərə. Sonra baxdım ki, bu şəhidlər haqqında bir mövzu inşallah başlayam ki, hansı bir şəhid ailəsinin, bir girim ailəsini çəkim, şəhidimizi tanıyaq. İnşallah bir yerdə çəkərik. İnşallah. Davamı gələr. Arzu var. İzləyənlərin hər birinə təşəkkür edirik. Like eləyin, bəyənin, qoy hamı görsün. Aktyorlarımıza da, Emin bəyə də yəqin ki, eşidirlər. İnşallah. Amma dəstək olar. Dəstək olar. İnşallah. Bizə üzüm mədəniyyət ayrıntılır ki, bizə dəstək olur. Bizim bizə davamlara gəzsə istəyirlər. İnşallah hava çəkməyə dəstək olun ki, bizi Azərbaycanı bütün dünyada tanıdaq. İnşallah. Çox sağ olun yenə də. Sağ olun.